Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin və salatu vesselamu ala rasulina Muhammedin və ala alihi və sahbihi ecmaîn. Allahın izni ilə Riyazus Salihin kitabını İmam Nəvəvinin bu gündən oxumağa başlayacağıq. Kitab deməli Əlxan Musayev, Mübariz Qarayev və Aydın Salihlinin tərcüməsi və redaksiyası ilə şərhli şəkildə tərcümə olunub. Biz inşallah sadəcə buradan ancaq İmam Nəvəvinin hədislərini oxuyacağıq. Allah nəsib etsə gələcəkdə şərhini də oxumağı inşallah planlaşdıra bilərik. İmam Nəvəvinin müqəddiməsi. Mərhəmətli və rəhimli Allahın adı ilə. Həmd Əl-Vahid, yəni tək, Əl-Qahhar, hər kəsə üstün gələn, Əl-Əziz, qüdrətli və Əl-Qaffar, günahları bağışlayan Allaha, qəlb və bəsirət sahibləri üçün xatırlatma, ağıl və düşüncə sahibləri üçün də ibrət olsun deyə gecəni gündüz ilə əvəz edən Allaha məxsusdur. O Allah ki, yaratdıqlarından bəzisini seçib, bu dünyada onlara zahid olmağı nəsib etmiş, ha belə onları öz nəfslərinə nəzarət etməklə, daim düşünməklə, öyüd nəsiyyət almaqla və unutduqlarını xatırlamaqla məşğul etmiş, beləliklə də onları özünə itaət etməyə və əbədi qalacaqları axirət yurduna hazırlıq görməyə, üstəlik onun qəzəbinə səbəb olan və cəhənnəmə aparan əməllərdən çəkinməyə, bütün bunları da istənilən halda və şəraitdə uğurla başa çatdırmağa müvəffəq etmişdir. Mən həmdlərin ən mükəmməli, ən təmizi, ən əhatəlisi və ən faydalısı ilə Allaha həmd edirəm. Burada ümumiyyətlə bir şeyi nəzərinizə çatdırım, qardaşlar. Adətən alimlər Xütbətül Hacəni, yəni başlığı müqəddimədə həmd edərkən o həmdlə Allah Subhanahu taala necə tərif edirlərsə, kitabın bir növ məzmununa orada işarə göndərirlər. Və buradan da diqqət eləsək, əslində İmam Nəvəvi bəlkə də qəsdlə bu həmdində bizə bu kitabın bizi hara yönəldəcəyini əslində demək istəyir. Çünki burada Allah Rasulullah s.ə.v-dən xüsusi hədisləri toplayıbdır İmam Nəvəvi və burada mövzular əsasında necə ki oxuyanda görəcək inşallah hədisləri tərtib eləyib və o mövzuların içərisinə bir-bir girdikcə, onları oxuduqca burada açıq şəkildə bunların bizə hansı tərəflərdən bizə təsir eləyəcəyini əslində burada görə bilərik ki, Allah Taala'nın necə deyir ki, onlara zahid olmağı nəsib etmişdir. Həqiqətən burada biz bunu canlı yaşaya bilərik. Zahid olmağı bu hədislərdən daimi oxumaqla və ona görə bəzi alimlər hətta Riyaz Salihinin Qurani Kərim necə müsəlmanlar üçün Allahın kitabı olaraq daimi oxunmalıdır və deyirlər ki, Riyazu Salihin də Allah Rasulullah s.ə.v-in hədisləri olaraq daimi şəkildə mütəmadi oxunub, əzbərlənib və yaxud da mütəmadi şəkildə xətm edilməlidir ki, daim insan Allah Rasulullah Aleyhisselatü Vesselamın hədislərinə belə deyək, öyrəşsin və yaxud da onları hər zaman nə etsin, onları hər zaman eşitsin. Və burada diqqət etsəz deyir, zahid olmağı nəsib edibdir, öz nəfslərinə nəzarət etməli. Yəni bu hədisləri mütəmadi oxuyan insanlar həqiqətən zahid olmağa müyəssər olarlar, öz nəfslərinə nəzarət etməyə, daim düşünməyə, tədəbbür etməyə, öyüd nəsiyyət almağa, unutduqlarını xatırlamağa və Allaha özlərini itaət etdirməyə, əbədi qalacaqları axirət yurduna hazırlıq görməyə və bu dediyi şeylərin hamısını Allahın izni ilə buradakı Peyğəmbər sallallahu əleyhi və səlləmin hədislərində və həmçinin onu da deməyi unutduq ki, burada Qurani Kərimdən də mövzularla bağlı ayətləri İmam Nəvəvi toplamışdır. Və sonra deyir ki, mən şahidlik edirəm ki, Əl-Bərri, yəni xeyirxah, Əl-Kərim, səxavətli, Ər-Rauf, şəfqətli və Ər-Rahim, rəhimli olan Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur və şahidlik edirəm ki, Muhammed sallallahu aleyhi və səlləm Allahın qulu və rəsulu, ha belə onun sevimlisi və əziz dostu, düz yol göstərən və doğru dinə dəvət edən bəndəsidir. Ona və digər peyğəmbərlərə, onların ailələrinə və digər əməl salih insanlara Allahın salavatı və salamı olsun. Sonrasına gəlincə də uca Allah buyurur ki, وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنْسَ إِلَّا لِيَعْبُدُونَ مَا أُرِيدُ مِنْهُمْ مِنْ رِزْقٍ وَمَا أُرِيدُ أَنْ يُطْعِمُونَ Mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratdım. Mən onlardan ruzi istəmirəm. Mən onlardan məni yedirtmələrini də istəmirəm. Bu ayə cinlərin və insanların yalnız Allaha ibadət etmək üçün yaradıldıqlarını aydın bildirir. Elə buna görə də onlar nə üçün yaradıldıqlarına diqqət yetirməli və zahid olub dünya nemətlərinə könül bağlamamalıdırlar. Çünki dünya həyatı fanidir, əbədi yurt deyildir. O, fərəh və sevinc diyarı yox, fəqət axirətə keçid yeridir. Ha belə davamlı qərar tutulacaq yer yox, sadəcə ayrılıq çeşməsidir. Odur ki, insanların ən dərrakəlləri, Allaha ibadət edənləri və ən ağıllıları da dünyaya könül bağlamayanlarıdır.
Və burada diqqət etsək, bu ayənin bir tərəfinə Allah Taala'nın insanları yaratma qayəsinin ona ibadət olduğunu bildirir. Və burada əlavə olaraq bir şey də xatırladım ki, həqiqətən insan nəinki buna özünü məcbur etməlidir və insan həqiqətdə düşünsə görər ki, insanın yaradılış qayəsinə uyğun yaşaması onun həm də bu dünyada xoşbəxtçilik deməkdir. Yəni insan əgər Allah Taala onu ibadət üçün yaradıbsa, deməli insan ən xoşbəxt ibadət halında olur. İnsan ibadət halında, Allaha təslimiyyət halında yaşadığı müddətcə həm bu dünyada xoşbəxt olur, həm də axirətdə, eləcə də bu dünyadan köçərkən, gözünü yumarkən də heç bir peşmançılıq keçirtmədən rahat bir şəkildə nə edir? Rəbbinə qovuşmağa nail olur. Və Allah Taala bunun əksinə başqa bir ayətdə dedi ki: "Və men arada an zikri fe inne lehu ma'işeten danka." Kim mənim zikrimdən üz döndərərsə, onu sıxıntılı bir həyat gözləyir. Və ona görə də insanların Allah Taala ibadətlə həyatını keçirtmələri onların xoşbəxt və qəlbi rahat şəkildə yaşamalarına, tam əksinə Allahın dinindən, zikrindən üz döndərmələri isə onların qəlbinin dar və çətinliklərlə, yaşayışlarının çətinliklərlə keçməsinə səbəb olar. Daha sonra Uca Allah buyurur: "Dünya həyatının misalı göydən endirdiyimiz suyun misalına bənzəyir ki, onun sayəsində insanların və heyvanların yediyi yer bitkiləri bir-birinə qatışır. Nəhayət yer öz bərbəzəyinə bürünüb rövləqləndiyi zaman və onun sakinləri onun məhsulunu yığmağa qadir olduqlarını güman etdikləri zaman gecə yaxud gündüz əmrimiz yerə yetişər. Biz onu elə bir bitirmiş sahəyə döndəririk ki, sanki dünən heç bol məhsulu olmamışdı. Biz ayələr düşünən bir qövm üçün beləcə izah edirik." Bu ayəti də diqqətlə düşünsək, Allah Taala burada bizə dünya həyatının ilk əvvəlinin gözə xoş gələn, həqiqətən insanları valeh edən bir şey şəklində insanın gözünə göründüyünü bildirir. Lakin Allah Taala nə deyir? Hətta onun ən pik nöqtəsinə gəlib çatdığı zaman, yəni öz barını verdiyi zaman, bərbəzəyə büründüyü zaman deyir, ona nə edər? Ona deyir, əzabımız gecə və ya gündüz gələr çatar. Yəni insan nə edər? Həmin ölüm ona yetişdiyi zaman insan artıq bu dünyanın heç bir gözəlliyinin, necə deyərlər, onun vecinə olmaz bu gözəlliklər və necə ki özümüzdə hər zaman bir xəstəlik başımıza gəldiyi zaman, bir çətinliyə düşdüyümüz, müsibət yaşadığımız zaman, canımız ağrıdığı zaman, yəni düşünün ölüm, sərxoşluğu, ölüm bunların ən şiddətlisidir. Bunları biz yaşadığımız zaman əlbəttə ki biz bunu özümüzdə gerçək şəkildə görürük ki, nə oğul, uşaq, nə dünya malı, nə iş, güc, nə valideyn, heç nə bizim, necə deyərlər, vecimizə olmur və tək düşündüyümüz şey bu müsibətin başımızdan çıxıb getməsidir. Və Allah Subhanahu taala burada buna bizə daha gözəl bir şəkildə ifadə edir ki, yəni həqiqətən dünya həyatı belə bir misalla izah olunur ki, insan ən pik nöqtəsinə çatdığı zaman, bərbəzəyinə büründüyü zaman ona əzabımız gəlir və o nə olur? Onu deyir, biçilmiş bir sahəyə döndərir. Yəni hansı ki orada hər şey alt üstdür və heç bir sanki dünən bol bir məhsul yox idi orada. Və bu mənada deyir, bir çox ayələr vardır. Şair də gözəl söyləmişdir. Allahın elə zəkalı qulları var ki, onlar dünyanı tərk edib fitnədən çəkinərlər. Onlar dünyaya baxıb dərk etdilər ki, dünya məxluqat üçün vətən deyildir. Beləcə onlar onu dəniz hesab etdilər. Salih əməlləri də seyr edən kəmi qəbul etdilər. Yəni dünya insanı boğmağa çalışan bir dənizdir. Salih əməllər orada gəzən bir kəmidir və kim dünyanın həqiqətini dərk edərsə, o özünü həmin salih əməllər vasitəsilə o dənizi keçib axirətə keçmək üçün o gəmidən, yəni salih əməllərdən istifadə edər və bu dünyanın bataqlığına, yəni bu dünyanın dənizin bataqlığına və dünyanın bataqlığına nə etməz? Düçar olmaz. Əgər bu dünyanın halı vəsf etdiyimiz kimi olarsa, bizim də halımız və yaradılışımızın qayəsi əvvəldə qeyd etdiyimiz kimidirsə, o halda ibadət etməyə mükəlləf olan hər bir kəs əməli salih insanların yoluna yönəlməli, ağıl və bəsirət sahiblərinin yolunu tutub getməli, ha belə bizim dediyimiz işlərə hazırlıq görməli, yəni axirətə hazırlıqla bağlı hazırlıq görməli və xəbərdarlıq etdiyimiz məsələlərə də diqqət yetirməlidir. Bu deyilənləri yerinə yetirməyin ən salamat yolu və insanın tutduğu yolların ən düzü, insanların ən hörmətlisi və ən şərəflisi sayılan Muhammed sallallahu aleyhi və səlləmdən rəvayət edilmiş səhih hədislərlə tərbiyə edilməkdir. Diqqət etsək, tərbiyə edilməkdir deyildikdə burada hədisləri bir dəfə oxuyub üstündən keçmək deyil, yəni mütəmadi şəkildə Allah Resulü sallallahu aleyhi və səlləmin hədislərini qayıdıb təkrar oxumaq
və bundan ibrət almaq, nəfsini bu hədislərdə deyilən əmrlərə və qadağalara icbar etmək nəzərdə tutulur ki, bununla insan öz nəfsini tərbiyə edir. Ona və digər peyğəmbərlərə Allahın salavatı və salamı olsun. Uca Allah buyurur ki, وَتَعَاوَنُوا عَلَى الْبِرِّ وَالتَّقْوَى yaxşılıq etməkdə və Allahdan qorxub pis əməllərdən çəkinməkdə bir-birinizə yardım edin. Və biz də bu belə deyək, oturumları bunun üçün təşkil etdik. Allah Subhanahu taala bizdən bunu qəbul eləsin və biz də düşünürük ki, boş vaxt keçirməkdənsə bir-birimizi təşviq edək, bu kitabı oxuyaq və bildiklərimizi bir daha təkrar etmiş olaq. Allah Rəsul Əleyhissalatu vəssalamın hədislərini və ən əsası da Allah Subhanahu taalanın Qurani Kərimini, ayələrini burada mövzu təkrar görüb bədənimizi, nəfsimizi, daha doğrusu İmam Nəvəvinin dediyi kimi tərbiyə etməyə çalışaq. Və Rəbbimdən müvəffəqiyyət diləyirəm hamımız üçün. Həmçinin Rasullahdan sallallahu əleyhi və səlləmdən rivayet edilmiş hədisdə xəbər verilir ki, o belə buyurmuşdur: adam mömin qardaşının köməyində durduqca Allah da ona kömək edər. O həmçinin demişdir: kim bir adamı yaxşı bir əməl etməyə yönəldərsə, ona o əməli yerinə yetirən kimsənin savabı qədər savab çatar. O həmçinin demişdir: kim insanları haqq yola dəvət edərsə, ona bu dəvəti qəbul edən kimsələrin savabı qədər savab çatar və bu onların savabından da heç bir şey əksiltməz. O həmçinin Əliyə radiyallahu anhuya demişdir: vallahi əgər Allah sənin əlinlə bir nəfəri doğru yola yönəltsə, bu sənin üçün qırmızı dəvələrdən daha xeyirli olar. Bütün bunları nəzərə alaraq qərara gəldim ki, insana axirətdə uğur qazanmağın yolunu göstərən, onun batini və zahiri ədəblərini hasil edən, insanı yaxşı işlər görməyə rəğbətləndirən və onu pis əməllərdən çəkindirən, ha belə haqq yol üzərində olan kimsələrin ədəbinin başqa növlərini zahidlik, nəfsi tərbiyə etmək, əxlaqı kamilləşdirmək, qəlbi təmizləmək və onu müalicə etmək, bədən əzalarının günahlardan qorunması və onların əyriliyinin düzəldilməsi və ümumiyyətlə haqqı bilən adamların məqsədləri ilə əlaqəli səhih hədisləri müxtəsər şəkildə cəm edim, deyir İmam Nəvəvi rahmetullahi aleyhi. Yəni bu hədislərdəndir. Yola çıxaraqdan mən də çalışacağam ki, insanları Allah Rəsul səlləmin dediyi kimi, yəni kim qardaşına kömək olduqca Allah da ona kömək olacaq. Kim bir insanları xeyrə yönəldərsə, ona da onların savabı qədər vardır hədislərinə dayanaraq çalışacağam ki, deyir, bu hədislərlə insanları xeyrə yönəldəcək və onları şərdən çəkindirəcək hədisləri və ayələri toplayıb onların xeyrə yönəlməsinə və şərdən çəkinməsinə vəsilə olum ki, Rəbbimizdən də diləyirik ki, Rəbbimiz də bizə bunlarla eşidib əməl etməyi nəsib etsin və bu savabdan da İmam Nəvəvi rahiməhullahı xeyirlə mükafatlandırsın. Və deyir ki, İmam Nəvəvi rahiməhullah, mən qarşıma məqsəd qoymuşam ki, bu hədislər toplusunu tərtib edərkən yalnız mənası aydın olan, ha belə məhşur və mötəbər hədis kitablarında zikr edilmiş səhih hədisləri qeyd edim. Ha belə hər bir fəsli mövzuya aid olan Quran ayəsi ilə başlayım, üstəlik dəqiqləşdirilməsi lazım gələn kəlmələri də dəqiqləşdirim, yaxud şərh edilməsi lazım gələn qəliz sözləri dəyərli qeydlərlə şərh edim. Yəni, imamın burada qəsd etdiyi nədir? Qısaca onların mənasını qısa şəkildə, indi oxuyanda da görəcəyik, qısa şəkildə, dərin şərhlərə getmədən və sözün qarşısında yəni bu cür, yəni bu şəkildə deyə qısa şərhlər verməsini nəzərdə tutur. Və davam edir. Əgər mən hədisin sonunda bu hədisin səhih olmasında Buxari və Müslim ittifaq etmişdir deyirəmsə, bu o deməkdir ki, həmin hədisi Buxari və Müslim rəvayət etmişdir. Ümid edirəm ki, bu kitab tamamlanarsa ona dəyər verən hər kəsi xeyirli işlərə yönəldər, üstəlik onu günahlardan və həlak edici əməllərdən qoruyar. Allahumma amin. Bu kitabdan faydalanacaq hər bir qardaşımdan da xahiş edirəm ki, mənim üçün, mənim valideynlərim, şeyxlərim və digər əzizlərim üçün, ha belə cəmi müsəlmanlar üçün dua etsin. Mən yalnız səxavətli Allaha etimad edir, işimi yalnız ona həvalə edir və yalnız ona söykənirəm. Allah mənə yetər, ona gözəl qoruyandır. Qüdrət və qüvvət yalnız qüdrətli və müdrik Allaha məxsusdur. Və biz də İmam Nəvəvinin həm özü üçün, həm valideynləri, həm şeyxləri üçün, həm onun sevdikləri üçün və bütün müsəlmanlar üçün Allah Subhanahu taaladan rəhm və müvəffəqiyyət diləyirik və Allah Subhanahu taalada ən önəmlisi istəyimiz odur ki, bizə oxuduğumuz bu kitabla, bu hədislərlə Allah Subhanahu taala əməl etməyi bizim üçün asanlaşdırsın. İnşallah taala bu gün burada yekunlaşdıraq. Allah nəsib etdiysə, gələn dəfə birinci fəsildən artıq İmam Nəvəvinin topladığı ayət və hədisləri Allah Subhanahu taalanın asanlaşdırdığı qədər oxumağa davam eləyərik. Subhanakallahumma və bihamdika əşhədu an la ilaha illa ente, estəğfiruka və etûbu ileyk. Esselamu aleykum və rahmetullahi və barakatuh.